Salam. Bugün mən belə bir şey düzəltmişəm. Gördüyünüz kimi şprisdən ruska düzəltmişəm. İndi bunu dəqiq hazırlanma prosesini göstərməyəcəm. Qısa danışacağım çünki vaxt çox saparmayayım. Çalışacağım elə başa salım ki, əsas şeyləri biləsiniz. Burada sadə bir şeydir. Burada ruskanın uc hissəsi, yazılan hissəsi taxılır şprisin burasına. Şprisin basılan yeri, porşin hissəsi kəsilir, içərisinə çernil doldur. Lakin buradan hava keçməsə bu yaza bilməz uzun müddət. Ona hava keçməyə asılı olsa bu geri tökülər. Bu baş verməsin, bir dənə hiylə işlədir. Yəni bura şprisin kusokunu, nəzik şprisin kusokunu qoyuruq ki, o hava keçirir bu şpris porşindən. O nəzik şpris bu geri qayıtmalar çernili tökülməyə qoymur. Lakin oradan asanlıqla havanı çəkə bilir. Mən salapan yoxdur ki. Yoxdur. Yaxşı olar ki, o şpris, o şəkər insülini vurmaq üçün çox nazik şpris var. Şprisin ağzı var, ondan istifadə olunur. Çünki o bir şprislər, adi şprislər biraz yorğundur. O tökülmək ehtimalı çoxdur. Bir də ki, prosesdə bu ruskanın ağzını taxanda biraz boş olur burası. O ruskanı kəsəndə elə o üstünün plasması ilə bir yerdə kəsmək lazımdır, taxmaq lazımdır ki, iki otursun. Bunun özünün deşiyini isə şprisin özünü biraz genəltmək lazımdır ki, iki oturacaq. Əlavə çətinlik ilə yəqin ki, yaranmaz. Çox asan bir şeydir. Üstünlüyü, onun özəlliyi odur ki, çox tutumu çox böyükdür. 15 çernil pasta çernili yerləşər bunu. Uzun müddət istifadə etmək olar. Sonradan da üstünü yapışqanlı örtüklər var, rəngbərəng örtə bilərsiniz istədiyiniz kimi. Çox rahatdır yazmağa, balaca yetkidir. Amma ki, yenə də cibinizdə gəzdirməyə məsləhət görürlər. O qədər.